Hörmətli dostlar, sizi yenidən salamlayıram. Bugünkü mövzumuz iqlim dəyişikliyi ilə bağlı ortaya atılan ideallar haqqında olacaq. Bir məsələni qeyd etmək istəyirəm. Hər nə hikmətdirsə, Azərbaycanda ciddi məsələlər ya da dünyanın gündəmində olunan ciddi məsələlər ya heç gündəmə gətirilmir, ya da elə formada gündəmə gətirilir ki, ümumiyyətlə heç kəsin diqqətini çəkmir. İndi bunun əsl səbəbi nədir? Niyə insanlar ya da ziyalılar ən azından bu məsələyə laqeyd yanaşırlar? Bu tamam başqa bir məsələdir. İndi biz üzərində duraq görək, bu iqlim dəyişikliyi ilə bağlı ortaya atılan iddialar nə qədər doğrudur və bu iddiaların arxasında duran qüvvələr əslində nəyi hədəfləyirlər? Əvvəla onu deyim ki, bu iqlim dəyişikliyi ilə bağlı əgər müəyyən qanunlar qüvvəyə minməyə başlasa, çox ciddi həyatımıza çox ciddi müdaxilələr olacaq. Biz hələ də bunun fərqində deyilik. Yəni, bizim gündəlik həyatımız demək olar ki, başdan aşağı yenilənmiş və dəyişmiş olacaq. Artıq İngiltərədə və bir çox qərb ölkələrində insanlara karbon pasportu verilməyi ilə bağlı məsələlər hökumət səviyyəsində müzakirə olunmağa başlayıb. Bu karbon pasportu nədən ibarətdir? Bunun mahiyyətini qısa şəkildə sizə deyim. İnsanlara deməli karbon pasportları təqdim olunur və olunmasını düşünürlər ki, eləsinlər və insanların səyahət etmə özgürlüyü bu mənada artıq məhdudlaşdırılmış olur. Yəni siz nə qədər karbon qazı ixrac edirsinizsə, artıq siz limiti doldurmuş olursunuz və hətta evdən belə kənara çıxmaq üçün belə xüsusi icazələr almış olacaqsınız. Düşünə bilirsiniz, bu insan həyatı üçün hansı fəlakətlərə səbəb olacaq? Və bunu iddia edənlər bunu belə əsaslandırırlar ki, bəli, biz iqlim dəyişikliyi ilə meydana gələ biləcək olan sellər, fəlakətlər, qıtlıqlar və s.'nin qarşısını almağa çalışırıq deyə belə bir iddia ortaya atırlar. Əslində isə əlbəttə ki, bu belə deyil, bu trajikomik bir məsələdir. Bu insanlar özlüyündə böyük bir qorxu imperiyası qurmağa çalışırlar. Biz buna bir neçə il əvvəl bunun şahidi olduq. Bu Covid məsələsində ki, ortaya atılmışdı və hər gün demək olar ki, eşidirdik, siz hələ də bu Covid'ə inanmırsınız. Sanki Covid bir inanc məsələsidir, sanki Allaha inanmaq ya da inanmamaq, ahirətə inanmaq ya da inanmamaq kimi bir məsələdir. Hər gün media vasitəsilə bu bizim şuur altımıza yeridilməyə çalışırdı ki, mütləq önləyici tədbirlər görülməlidir. Və sonra nə oldusa, bu Covid ilə bağlı minlərlə yox, 10 minlərlə məhkəmə qərarları var, deməli, xüsusən qərb ölkələrində və digər dünya ölkələrində hansı ki, onlar şikayət elədilər, hüquqşünaslar, alimlər şikayət elədilər ki, bu ciddi mənada böyük bir fırıldaq idi. Yəni, bunu şikayət eləməyinə baxmayaraq insanlara bunun təsirləri hələ də davam elədi və yenə də nə hikmətdirsə bizdə gündəm olmadı bu məsələ. Ya da oldusa da çox cüzi bir miqdarda oldu və insanlar bunu sanki olmamış kimi unudub və getdilər. Oysa baxın, görün, Amerika Birləşmiş Ştatları Başkanı Trump Birləşmiş Millətlər Təşkilatında çıxışında nə deyir bu haqda? İqlim dəyişikliyi gəlmiş-keçmiş ən böyük fırıldaqlardan biridir deyir. Və axmaq insanlar tərəfindən ortaya atılan bu təxminlər ölkələrinə böyük bir sərvət itirdəcək və bu ölkələrə uğur əldə etmə şansı verməyəcək deyir Trump. Baxın, hərdən Trump da doğruları deyə bilir və öz dövlətinin milli mənafeyi baxımından çox önəmli bir açıqlama vermiş olur. Bilirsiniz, bunun arxasından çox kütləvi şəkildə siz təbii olanlara əlçatmazlıq, yəni siz təbii olan nə varsa, bu günləri onsuz da onlar məhdudlaşmış bir çərçivədədir. Yəni siz şəhərdə yaşayırsınızsa əgər, daxil olun böyük marketlərə, görün orada siz təbii olan və faydalı olan nə tapacaqsınız? Valla mən düşünürəm, mən bir şey tapa bilmirəm. Bilmirəm siz nəsə tapa bilirsiniz oradan yoxsa yox. Yəni, bir də düşünün ki, hər hansı bir kəndlərdə ya da şəhərkənarı yerlərdə bu qadağan olduğunu düşünün. Məsələn, tutalım mal-qaranın saxlanılmağı, toyuq cüzənin saxlanılmağı. Bu arada bu pilot ölkə olaraq Türkiyə seçildi bu iqlim dəyişikliyi ilə bağlı qərarların həyata keçirilməsi üçün və artıq Türkiyədə böyük şəhərlərin ətrafında xırda heyvanların və
toyuqçanın saxlanmağı belə qadağan edildi. Yəni siz bunu yəni çox bəsit formada, yəni sadəcə mən diqqət edirəm, baxıram ki, bunu bəlli başlı monopolistlərin işte ətin qiymətini artırmaq üçün ortaya atdığı bir iddialar kimi qələmə verirlər. Xeyr, məsələ bu qədər də bəsit deyil. Ümumən əgər siz görsəz ki, artıq inəklərə qarşı, artıq böyük bir heyvan və quş kütləsinə qarşı bir savaş açılıb, buna da heç də təəccüb eləməyin. Çünki bunun altyapısı artıq hazırlanır və bir növ şeytana vəkillik edən şəxslər çıxıb çox sərbəst şəkildə, rahat şəkildə deyə bilirlər ki, insanların sayı 8 milyard yarım çoxdur, insanlar aclıqdan öləcəklər və onların sayını tez 500 milyona qədər azaldmaq lazımdır. Yəni insanları öldürmək lazımdır, insanları qırmaq lazımdır. Bunu deyən insanlar sıradan insanlar deyil ki, bunların əlində istər ticari resurslar olsun, istər digər resurslar olsun, çox ciddi resurslara sahib olan insanlardır. Hətta dünyanın ən varlı insanları da bunların içərisində daxildir ki, bu iddialarla ortaya çıxırlar. Düşünürəm ki, bu barədə ciddi bir müzakirələri aparmağa və ziyalılarımızın bu barədə fikir bildirməyi labüddür, vacibdir və gələcəyimiz baxımından çox böyük bir əhəmiyyət kəsb edir.